Assalamu alaykum Farabi Tor dərsxanasının hörmətli görmənləri, bu vaxtdan xeyirlik olsun. Bugün hazırki zaman Uyğur dili dərsimizin 55-ci dərsini ötümüz. Bugünkü dərsimiz bolsa söz türkümlərdən təxlit sözlər və imlıq sözlər. Ötən saatlik dərsimizdə bağlamçı fe'llar və fe'llarning yazılışından ibarət fe'l söz türkümünün ən axırki bölümünü ötkendik. Bugünkü dərsimiz bolsa təxlit sözlər və təxlit sözlərinin qrammatikалық xüsusiyyəti, şunaqla təxlit sözlərinin türləri, imlıq sözlər və imlıq sözlərinin qrammatikалық xüsusiyyəti və türlərini görüb çıxımız. Dərsimizi başlaşdan burun ötən saatlik dərsimizin axır sorab ötən tövənki sualımızға qısqa cavab verib ötəylik. Bağlamçı fe'llar degan nima? Bağlamçı fe'llar qancha turga ayrılır? Bu sualın cavabı turg'un söz yoki fe'llarning turg'un söz şəkilləri bilan birikib, xabar vazifasini o'rtaq ustiga oladigan fe'llarni bağlamçı fe'llar deymiz. Bağlamçı fe'llar özlərinin leksikalik ma'nolarini yo'qotib, turg'un so'zlar bilan birga yangi grammatikalik ma'nolarni ifodalaydigan yoki tarixiy taraqqiyot davomida faqat hüküm ma'nosi qolgan fe'llardir. Bağlamçı fe'llar öz ichidan to'liq bağlamçılar və to'liqsiz bağlamçılar degandek ikki turga ayrıladi. Bu savollarga munosabatli mazmunlarni texmi to'liq bilmoqchi bo'lsanglar, o'tgan soatlik darsimizni qaytadan ko'rib chiqishingizni tavsiya qilaman. Endi bugungi darsimizga kelsak, bugungi darsimizda taxlit so'zlar va imlo so'zlar haqida to'xtalamiz degan birinchi mazmun bo'lsa, taxlit so'zlar. Eng avval ko'rib chiqadiganimiz taxlit so'zlarning ma'nosi, undaqda taxlit so'zlar degan nima? Taxlit so'zlar deganimiz kishining anglash sezimi, ko'rish sezimi va hissiy sezimiga taxlit qilingan so'zlar taxlit so'z deb ataladi. Masalan, eshik g'ij qilib ochildi. Bu varanchurongda nimani anglag'ili bo'lsin? Yurkim jig' qilib ketdi. Bu misollardagi g'ij, varanchurong so'zlari kishining qulqiga anglangan ovozga taxlit qilingan. Jig' so'zi bo'lsa, kishi his qilgan bir xil sezimga taxlit qilingan. Mana bu xildagi so'zlar taxlit so'zlarga kirdi. Taxlit so'zlar tabiiy ovoz, ko'rinish va sezimning aynan inkas bo'lmasdan, balki ularning nisbiy taxlit qilinish bo'lib hisoblanadi. Taxlit so'zlar hamma tillarda uchraydi. Endi taxlit so'zlarning turlarini ko'rib chiqsak, taxlit so'zlar ma'nosiga qarab, ovoz taxlitlari, shakl taxlitlari va hissiyot taxlitlari degandek 3 turga ayrilgan. Ovoz taxlitlari bo'lsa, kishining anglash sezimiga taxlit qilingan so'zlarni o'z ichiga oladi. Masalan, shar-shar, shar-shur, jiring-jiring, varang-churung, taraq-taraq, tiriq-tiriq, taraq-turuq, dukür-dukür, ship-ship, push-push, vish-vish, tang-tung, ha-ha, inga-inga, g'aq-g'aq. Ma degandek mushkil taxlit so'zlar bo'lsa, ovoz taxlitlari kirdi. Shakl taxlitlari bo'lsa, kishining ko'rish sezimiga taxlit qilingan so'zlarni o'z ichiga oladi. Masalan, val-vul, parpur, pil-pil, g'al-g'al, ling-ling, daldang-duldung, imir-chimir, par-par, pir-pir qatorliq mushkil taxlit so'zlar bo'lsa, shakl taxlitlari kirdi. Hissiyot taxlitlari deganimiz kishining hissiy sezimiga taxlit qilingan so'zlarni o'z ichiga oladi. Masalan, loq-loq, zing-zing, sir-sir, chim-chim, jig' degandek mushkil taxlit so'zlar hissiyot taxlitlari kirdi. Taxlit so'zlarning ma'nosiga qarab turlarga ayrilishini ko'rib chiqdik. Endi taxlit so'zlarning tuzlishiga qarab turlarga ayrilishini ko'rib chiqsak, taxlit so'zlar tuzlishiga qarab taq taxlit so'zlar va jup taxlit so'zlar degandek ikki turga ayrilgan. Buning ichidan taq taxlit so'zlar deganimiz bir guruhi tovushdan tuzilgan bo'lib, asos sezimni bildirdi. Masalan, gür, jang, shar, taraq, turuq, tiriq, tik, güldür, paraq, vish, gish, pish, dur, shur, val, pal, par, zing, chim, loq qatorliq faqatla bir so'zdan tuzilgan taxlit so'zlar taq taxlit so'zlarga kirdi. Jup taxlit so'zlar degan vaqtimizda takror taxlit so'zlar va aralash taxlit so'zlar deb ikki turga ayirishga bo'ladi. Birinchisi takror taxlit so'zlar taq taxlit so'zlarining takrorlanishini hosil bo'lib, bir xil sezimning takrorlanishini bildirdi. Masalan, gur-gur, jang-jang, jiring-jiring, tiriq-tiriq, varang-varang, güldür-güldür, shir-shir qatorliqlar. Aralash taxlit so'zlar bo'lsa, munosabatlik ikki taq taxlit so'zining juplashishini hosil bo'lib, bir tipdagi har xil sezimlarning aralashmasini bildirdi. Masalan, shar-shur, varang-churung, taraq-turuq, jarang-jurung, taq-tuq qatorliq mushkil taxlit so'zlar bo'lsa, aralash taxlit so'zlarga kirdi. Endi taxlit so'zlarning grammatikalik xususiyatini ko'rib chiqsak, birinchisi taxlit so'zlar ism, sifat va ravish rollarida kelib, jumlada shu so'z turkumi bilan o'xshash qo'llaniladi. Masalan, varang-churung amdi besildi. Bu jumladagi varang-churung degan taxlit so'zi bo'lsa, bu jumlada egi vazifasida kelgan, ya'ni ism rolida kelgan. Bu taraq-turuqni to'xtatsanglarchi, bu jumlada taraq-turuq degan taxlit so'z ism rolida kelib, to'ldiruvchi vazifasida kelgan. Bu guldir qarasdan nimish qilg'il bo'lsin. Bu jumlada bo'lsa, guldir qaras degan taxlit so'z bo'lsa, holat vazifasida kelgan.
Teş pal-pal, içi qalqal. Bu cümlədə pal-pal və qalqaldan ibarət təxlit sözlər bolsa, bu cümlədə xəbər vəzifəsi gəlgən. Qurğur şamal soqvatıdı. Bu cümlədəki qurğur degan təxlit sözü bolsa, eniqləğucu vəzifəsi gəlgən. Beşi zıng-zıng ağrıb bolmayatıdı. Bu cümlədəki zıng-zıng degan təxlit sözü bolsa, bu cümlədə halət vəzifəsi gəlgən. Təxlit sözlərinin ikinci qrammatikалық xüsusiyyəti bolsa, təxlit sözlərinin hamısı degidək qılmaq feili bilan birikib qoşma feil hasil qılıdı. Məsələn, gür qılmaq, tars qılmaq, pus qılmaq, val qılmaq, zın qılmaq, piş qılmaq, ças qılmaq, dan qılmaq, pır qılmaq, şir-şir qılmaq, gür-gür qılmaq, val-val qılmaq, loq-loq qılmaq, puş-puş qılmaq, varang-churung qılmaq, taraq-turuq qılmaq, emir-cimir qılmaq degəndək müşxil qılmaq feili bilan birikib qoşma feil hasil qılıdı. Bundaq qoşma feillərinin taq sözlərinin hasil bolğanları asasən çetilmə rəvişdə şəkildə halət olub kelidi yoki sifətdə şəkildə eniqlanğıcı olub kelidi. Məsələn, maşına gür qılıb ötüb getdi. Bu cümlədəki gür degan təxlit söz bilan qılmaq degan feilning birikişidən tuzilgan gür qılıb degan qoşma feil bu cümlədə halət vəzifəsi gəlgən. Əynək çars qılıb yerilib getdi. Bu cümlədə oxşaşla çars qılıb degan təxlit söz bilan feilning birikişidən tuzilgan qoşma feil bu cümlədə halət vəzifəsi gəlgən. Öydən tars qılğan bir avaz gəldi. Bu cümlədəki tars qılğan degan qoşma feil bolsa, bu cümlədə eniqlanğıcı vəzifəsi gəlgən. Təxlit sözlərinin üçüncü qrammatikалық xüsusiyyəti bolsa, taq təxlit sözlər tövəndik qoşumçular bilan birikib yasalma feillərə aylanılaydı. İlda, ildə, ulda, ülda bu qoşumça özük davış bilan axırlaşqan bir boğumluq təxlit sözlərə qoşuldu. Məsələn, çikilda, dirildə, puşulda, gürüldə qatarlıq, yəni müşxil, çik, dir, puş, gür qatarlıq bir boğumluq təxlit sözlərə qoşulub feillərə aylanğan. Lalə qoşumçusu bu qoşumça köp boğumluq təxlit sözlərə qoşuldu. Məsələn, carangla, güldürlə, cırıngla, şıldırla, miyavla, gümbürlə qatarlıq, yəni müşədiki lalə qoşumçusu qoşulğan carang, güldür, cırıng, şıldır, miyav, gümbür qatarlıq müstəxlit sözlərə qoşuluş arqılıq feillər yasalğan. Qıra, kira qoşumçusu bu qoşumça re bilan axırlaşqan bir boğumluq təxlit sözlərə qoşuldu. Məsələn, carqıra, gürkira, xırqıra, parqıra qatarlıq, yəni müşədiki car, gür, xir, par degan təxlit sözlərə qoşuluş arqılıq feillər yasalğan. Rara qoşumçusu bu qoşumça so'ziq tovush bilan va nge bilan axırlaşqan ba'zi təxlit sözlərə qoşuldu. Məsələn, möra, məra, hangra, vangra qatarlıq müşədiki mö, mə, hang, van degəndək təxlit sözlərə rara qoşumçusunun qoşuluş arqılıq feillər yasalğan. Şi qoşumçusu bu qoşumça nge yoki v bilan axırlaşqan bəzi bir boğumluq təxlit sözlərə qoşuldu. Məsələn, g'ingshi, qungshi, lingshi, havshi, yəni müşədiki şi qoşumçusu g'ing, qung, ling, hav degan təxlit sözlərə qoşuluş arqılıq feillər yasalğan. Təxlit sözlərinin 4-cü qrammatikалық xüsusiyyəti bolsa, taq təxlit sözlərinin axırdakı üzük davuşunu təkrarlab, ida qoşumçusunu qoşuş arqılıq ularını rəvişə aylandırğı boludu. Məsələn, paqqıda, şarrıda, g'atchida, güppüdə, pulangida, vijida, yəni müşədiki paq, şar, g'ach, güp, pulang, vij degan taq təxlit sözlərinin axırdakı üzük davuşunu təkrarlab, ida qoşumçusu qoşulğandan keyin rəvişlərə aylanğan. Təxlit sözlərinin 5-ci qrammatikалық xüsusiyyəti bolsa, bir qism təxlit sözlər ədəbi əsərlərdə cümlə sifatida qo'llanilishi mumkin. Məsələn, taq taq taq, ishik çəkildi, qiq qiq qiq, xo'roz chilidi, yəni müşədiki taq 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 degan təxlit sözlər bəzi ədəbi əsərlərdə cümlə sifatida qo'llanilishi mumkin. Bugünkü dərsimizin ikinci məzmunu bolsa, imliq sözlər. Ondaqda imliq sözlər degan nima? His, duyğu, chaqiriq, buyruq, cavab qatarlıqlarga ima yoki işarət bo'lib kelgan sözlər imliq söz deyiladi. Məsələn, pa degan söz issiqlik, köygənlik tuyg'usiga ima bo'lib keladi. Ya'ni pa qo'lim köydi, pa ajab qiziqkan desak, müşədiki pa degan söz imliq söz hisoblanadi. Pa degan söz yoqtirish tuyg'usiga ima bo'lib keldi. Məsələn, pa nima degan go'zal manzara bu? Pa ajab chiroyli bo'lib ketibsiz, ya'ni müşədiki pa degan söz imliq söz hisoblanadi. İmliq sözlər his, duyğu, chaqiriq, buyruq, javob qatarlıqlarını konkret atab ifadelamay, faqat ularga ima bo'lib kelganligi uchun ularning ko'pchiligi bo'libmi, his tuyg'uni bildiradigan imliqlar ma'no jihatdan nihoyatda abstrakt bo'ladi. Şuna ular şu xil imanın konkret məzmununu atab ifadelaydigan nurgun cümlələrdən burun yoki keyin kelib,
Şu cümledeki fikrinin tanıdış sütüde onu küçeytiş rolunu oynayalaydı yoki bazı til şaraitlerinde konkret etilmeyen mezmunlarga vekillik kılalaydı. Mesela uf, herip halim kalmadı. Uf, hecep mi gepin jıkken. Uf, ahiri yetip geldik mişediki. Uf degan söz bolsa imliq söz hesaplanıdı. Uyghur tilida emliq so'zlarning soni ancha ko'p emas, lekin ularning ko'pchiligi o'xshash bo'lmagan kontekstlarda kelib yoki o'xshash bo'lmagan intonatsiyada talaffuz qilinib, bir necha emliq so'zni rolda kelalaydi. Ko'p sonliq emliq so'zlarning yezikda ifodalanishi nisbiy bo'ladi. Ularning qandaq intonatsiya bilan aytilishini ko'rsatib berish intayin tez. Masalan, voy voy bu nima tugamagan gap degan jumladagi voy voy degan emliqning amaliy talaffuzi mundaq oddiy emas. Uning ustiga uni har xil intonatsiya talaffuz qilish orqali o'xshash bo'lmagan darajadagi bezorlik tuyg'usini ifodalash bo'ladi. Lekin bu farqlarni yezikda ko'rsatib berish intayin qiyin. Ya'ni shuni aniq aytib o'tish kerakki, turmushda yeziq orqali ifodalab bo'lmaydigan emliq so'zlarmi oz emas. Masalan, ochiqlik tuyg'usini bildiradigan, sovuqdan shurkinish tuyg'usini bildiradigan, boqqan qushlarni qaratish uchun qo'llanilgan emliqlarni yeziqda ko'rsatib berish nihoyatda tez, ya'ni ba'zilarini yeziqda ifodalagim bo'lmaydi. Endi imliq so'zlarning grammatikalik alayligini ko'rib chiqsak, imliq so'zlarning birinchi alaylik bo'lsa, imliq so'zlar jumlada boshqa so'zlar bilan hech qanday qurilma munosabati bo'lmasdan hamon mustaqil bo'lak bo'lib keladi yoki o'z oldiga jumla bo'lib keladi. Masalan, ha nima degan egiztog' bu jumlada ha degan imliq so'z mustaqil bo'lak bo'lib kelgan. Hasimu bu hoy bu jumladagimi hoy degan imliq so'z bo'lsa mustaqil bo'lak bo'lib kelgan. Balli dedi u barmog'ini ko'rsatib. Bu cümlede bolsa belli degan imliq söz öz aldığa bir cümle bo'lib kelgan. Baramsan, ha yani bu yerda ko'rib chiqilmasak o'xshashlar ha degan imliq söz bo'lsa, bu yerda jumla sifatida kelgan. Imliq so'zlarning ikkinchi grammatikalik alaylik bo'lsa, ba'zi imliq so'zlar ismlashib, ism rolida qo'llanishi mumkin. Masalan, zaminni bossin ahim mening degan jumladagi qayg'u tuyg'usini bildiradigan ah degan imliq so'z ismlashib kelgan. Ba'zi imliq so'zlar fe'l yasashga asos bo'lishi mumkin. Masalan, voy voy degan imliq so'zdan foydalanib, voy voylar degan fe'l yasashi mumkin. Bundan boshqa ah, ur, ufda degandek fe'llarmi yasashi mumkin. Endi imliq so'zlarning turlarini ko'rib chiqsak, imliq so'zlar tuzilishi qarab, asli imliq so'zlar va yasalma yoki ko'chma imliq so'zlar deb ikki turga ayriladi. Buning ichidan asli imliq so'zlarni ko'rib chiqsak, maxsus tovushlar orqali gavdalanadigan imliq so'zlarni o'z ichiga oladi. Bularning ba'zilari bir guruh tovushdan tuzilishi mumkin. Masalan, pa, voy, ay hay, pa, u, ha, shu deganga o'xshash. Ba'zilari o'xshash bir guruh tovushning takrorlanishidan tuzilishi mumkin. Masalan, voy voy, ah deganga o'xshash. Ba'zilari bo'lsa o'xshash bo'lmagan ikki guruh tovushning juflashishidan tuzilishi mumkin. Masalan, voy voy, deganga o'xshash. Endi yasalma yoki ko'chma imliq so'zlarni ko'rib chiqsak, imliq so'zlarning boshqa so'zlar bilan birikishi yoki boshqa so'z jumlalarining imliq so'zga ko'chishi natijasida hosil bo'lgan imliq so'zlarni o'z ichiga oladi. Masalan, voyjon, voy otam, voy qovurg'am, voy tishim, apa, xudo, astag'firullah deganga o'xshash mushkul so'zlar yasalma yoki ko'chma imliq so'zlarga kiradi. İmliq so'zlarning tuzilishi qarab turlarga ayrılishini ko'rib chiqdik. Endi imliq so'zlarning ma'nosiga qarab turlarga ayrılishini ko'rib chiqamiz. Imliq so'zlar ma'nosiga qarab his tuyg'u imliqlari, javob imliqlari, buyruq chaqiriq imliqlari degandek 3 turga ayrıladi. Buning ichidan his tuyg'u imliqlarga habballi, balli, va, ohoy, barakallah, ay hay, i, pa, a, hey, i, vayjan, vayey, biyey, va, apa, esta, tova, bayvuy, him, oy, he, pa, uf, isip, ya Allah, hettangay, xep, xeyir, vay xudaymay, vay atam, vay anam, vay qovurgam, apa degandek mushkul so'zlar bo'lsa, his tuyg'u imliqlariga kirdi. Javob imliqlariga bo'lsa, ha, yo'q, ha, labbay, xo'sh, xo'p degandek mushkul so'zlar bo'lsa, javob imliqlariga kirdi. Buyruq chaqiriq imliqlariga bo'lsa, ma, bas, tish, chu, taq, pesh, hey degandek mushkul imliq so'zlar bo'lsa, buyruq chaqiriq imliqlariga kirdi. Bu soatlik darsimizning oxiriga keldik. Darsimizning oxirida bu darsimizga munosabatli bo'lgan tuvandagi ikki savolimizni so'rab o'tamiz. Birinchi, tahlil so'zlar ma'nosiga qarab qaysi turlarga ayriladi? Ikkinchi savolimiz bo'lsa, imliq so'zlar degan nima? Bu savollarning javobini YouTube videomizning ostidagi inkas qismiga yoki Instagram hisobimizning DM qismidan uchur yozib avasanglar bo'ladi.
Undaqda keyinki saatlik dərsimiz görüşəylik. Görüşküç aman bolunglar. Xeyir xoş.